Ancaq dostlar, Güntay bəy, bilirsiniz, siz o əsas məsələlərin üstündən bir cümlədə cavab verirsiniz, geçirsiniz. Bir seri suallar var. Bunlar kilidi sualdılar. Təyin edici sualdılar. Bir seri də cəmbi, fər'i suallar var ki, heç nəyi dəyişməz. Bu ki, indi Sumerlər türk idilər ya yox, bu heç nəyi dəyişməz. Yəni, bu gün %100 də sabit olsa ki, Sumerlər türk idilər və ya sabit olsa ki, yox, onlar türk dəyərləsən, Türkiyədə dəxli yoxdur. O 300-400 dənə kələmə də təsadüfüdür. Bu da heç nəyi dəyişməz. Mühüm model. Mühüm budur ki, bizim 2 gün sonra düz 96 il bundan qabaq bir dənə Azərbaycan adında bir cümhuriyyət yaranıb. Bu cümhuriyyət bu sahada kimin davam eləyib. Yəni, arası kəsilmədən. Müxtəlif cümhuriyyətlər olub, müxtəlif sistemləri olub. Amma bunların hamısının istisnasız adı Azərbaycan Cümhuriyyəti olubdur. Təyin edici bu son 95 ildir. Çünki bu tanıdığımız millətlərin də elə 99%-i bu 90 ilin içərisində 70-80%-i də son 50 ildə yaranıb. Azərbaycan milləti isə 96 il bundan qabaq yaranıbdır. İndi bunun cəmiyyətinin sayı o tayda 5 milyondur, 3 milyondur ya 300 milyondur. Bu da heç nəyi dəyişməz. Güney Azərbaycanda onun tayı. İndi biri deyir 50 milyon, biri 60 milyon, biri 70 milyon. Nə fərq eləyər? Tutaq belə 12 milyondan ki az dəyir. Yəni, Azərbaycanın özündə yaşayan, tutaq ki, Azərbaycanın xaricində də heç bir kəs yaşamır, Azərbaycanına getməyib. 12 milyon məgər azdır. Amma yenə də deyim, nə 22 milyon, 32 milyon, 52 milyon fərq edəməz. Dəyişməz heç nəyi. Təyin edici budur ki, 95 ildən. Siz dediniz ki, Rəsulzadəçiyəm. Onu da düz demirsiniz. Buna görə düz demirsiniz ki, şu Rəsulzadənin əsas fikri Azərbaycan olubdur. Rəsulzadə o yaratdıqları cümhuriyyətin adını, əgər sizin fikrinizcə, oradakı Azərbaycan kələməsini aradan qaldıradı, yerinə qoyadı Türk Cümhuriyyəti. Halbuki Rəsulzadə Türk sözünü hətta ona artırmadı da, hazır olmadı, onun adını qoysun. Nə Rəsulzadə? Rəsulzadə onun o baş səmbolu kimi, elə o birilər də bunun tayı, Xanxoviskilər, nələr, ümumiyyətlə müsavat. Onlar hətta hazır olmadılar Türk sözünü bu da artırsınlar. Çünki təbii fikirləşirdilər. Bu deyir, xub Azərbaycan vaxtı türkdür. Bəs dəlili yoxdur ki, mən gətirəm deyəm Azərbaycan türkü. Necə ki, bugün siz heç yerdə eşitməzsiniz, desin, məsələn, Bulqar İslav Respublikası. Ya məsələn, Bulqar İslav dili. Çünki hamı bilir ki, Bulqar dili İslav dilidir. Baxmayaraq ki, Bulqar kələməsi, Bulqar sözü özü bir türk sözüdür. Amma buna baxmayaraq, heç kəs orada İslav demir. Ona görə də Rəsulzadəçi deyilsiniz siz. Rəsulzadə 96 il bundan qabaq Azərbaycan adında bir dövlət yaratdı. Onun da adını Azərbaycan dövləti qoydu. Mən bunu dəfələrlə yazmışam, sizə də göndərmişəm. Siz də görübsünüz ki, siz Rəsulzadəni məndən daha yaxşı tanısınız və bilirsiniz ki, sizin bu istədiyinizi Fars rasistləri Rəsulzadədən istəyirdi. Rəsulzadəni zora qoymuşdular ki, sən o yaratdığın cümhuriyyətin adının üstündən Azərbaycan kələməsini götür, qoy Türk. Ondan sonra hər nə qədər sən kömək istəsən, biz sənə veririk. Fars rasistləri bunu deyirdi, ha. Farsın mərkəzi hökuməti deyirdi, ha. Bir də təkrar elə. Dostlar, diqqət edin. Rəsulzadənin köməkliyə ehtiyacı var idi. Çünki Atatürk Leninlə müttəhid olmuşdu, gəlirdi ki, Azərbaycanı işğal eləsin. Gəldi də, işğal da elədi. Rəsulzadə özü İrançılığı yaratmaqda böyük rolu var idi. Bu Rəsulzadənin siz deyirsiniz, İranda birinci partiyanı Rəsulzadə yaratdı, birinci jurnalı Rəsulzadə yaratdı. Fars dilinin siyasi ədəbiyyatının o terminologisində tarixdə heç kimin Rəsulzadədən artıq rolu olmayıbdır. Yəni, bütün bu siyasi terminologiyasını da Rəsulzadə yaradıb. Fars dilinin Rəsulzadə yaradıbdır. Ona görə də Rəsulzadəçi deyilsiniz. Azərbaycan məsələsinə gəldikdə, Rəsulzadə ilə 180 dərəcə sizin fərqiniz vardı və Azərbaycan məsələsi də bizim məsələmizdir. O biri məsələlər hamısı fərqlidir. Biz də Azərbaycandan danışırıq.
Siz o biz ki dediniz, mən yenə də dedim. Siz deyirsiniz, məsələn, bizim kimliyimiz hansıdır və ya bizim kimliyimizin tarixi mərhələləri, bu bizdən bir definisyon vermədiniz, bəlli eləmədiniz biz dedikdə qəsdiniz nədir? Bu ki deyirsiniz, biz türklər siz deyə bilməzsiniz. Çünki türklərin vahid bir tarixi yoxdur. Uyğur da, Tatar da, Başqır da, Orta Asiyada, Qazax da hamısı türkdür. Əgər türk desəz, bunların hamısını məcbursuz bu türkün çərçivəsinə sığışdırasınız. Heç birinə haqqınız yoxdur, buradan siz həsf eləyə biləsiniz. Əgər Azərbaycan desəz, onda yenə də sizin burada sözünüz tərsə çıxır, çünki Azərbaycanı qəbul eləmişsiniz. Türkün çox mənaları ola bilər. Yəni, türk indi bugünkü dünyada Türkiyə deməkdir və Türkiyə vətəndaşları deməkdir. Almanda da var. Bizim burada, nə bilim, 3-4 milyon türk var. Burada Almanlı soruşanda, məsələn, Türk iş dedikdə, bu türk vətəndaşlarının hamısını ihatə edir. Yəni, Kürt də bu mənada deyəndə, Almanlı soruşanda sən nəsən, o deyir, mən Fransəliyəm, o nəyəm, bu da deyir, mən Türk'ü. Ya sənin milliyyətin nədir, sənin vətəndaşlığın nədir, bu da təbii olaraq deyir, Türk'ü. Yəni, Türk. Hətta bu mənada Kürt də Türk sayıla bilər. Bu Türk'ün bir dənə mənasıdır. Bir dənə mənası var ki, ümumiyyətlə o Türkiyənin, türklərinin vahid adıdır. Əsas mənası budur ki, bütün türk dillilərin vahid adıdır. Yəni, Türkün çoxlu, necə deyirlər, tərifləri var, mənaları var. Bu, yəni, abstrakt bir dənə sözdür Türk. Tarixdə ola bilər, indi Gök türklər zamanı vahid bir dənə Türk olmuş olsun. Bəli, həqiqət budur ki, bu Türk bugün, və təkcə bugün yox, 2000 il, neçə min il bundan qabaqdan başlayaraq bir çoxlu millətlərə çevrilibdir. Siz deyirsiniz, bizim dediyimiz Türkdür. Axı, biz gərək Türk deyək, deməyək Azərbaycan. Bu işi bizdən sonra kim görür? Siz qırğız tanısınız ki, desin, mənim dilim qırğız deyil, türk dilidir. Ya Uyğur nə deyir? Uyğur danışanda deyir ki, biz Uyğur dilində danışıram, ya türk dilində danışıram. Bir dənə millət var, o deyir, türk dilində danışıram, türkəm. O da Türkiyədir. Elə Türkiyə də bu türk adını qoyduğu üçün bugün dünyanın ən böyük problemi ilə üz-üzə dayanıbdır. O da budur ki, onun içərisində olan milyon Kürt ya ərəb, yəni Türkiyə vətəndaşları deyir, qardaş, mən türk deyiləm. Özdə düz deyir, haqq deyir. Bəs bir dənə millət var deyir türkəm, o da şikəst yeyibdir, o da əməldə gəlib, bugün bir yerə yetişibdir ki, bu tamamilə şikəst yemiş bir dənə bir teoridir. Bəs bizdə heç bir dəlilimiz yoxdur ki, gələk burada onların 90 il bundan qabaq elədikləri səhvi və bugün bizə sübut olunmuş səhvi bir də gələk biz bugün təkrar edəyək. Məsələ, genə də deyirəm, Güntay bəy, məsələ burasında deyil ki, biz türkük ya biz türk deyirik. Hər kim bizə desə, siz türk deyirsiniz, mən heç kəsə təhqir eləmənəm və burada özümə icazə verirəm, təhqir eləyəm ki, o ən axmaq insandır. Və buna görə təhqir edirəm ki, mən bu günə kimi heç kimi tanımıram bu sözü demiş olsun. Heç kimi tanımıram demiş olsun ki, Azərbaycanlılar türk deyirlər. Bir daha deyirəm, bu ki, Azərbaycanlılar türkdülər, bunda şübhə eləyən özü axmaq insandır. İndi bu ki, Azərbaycan bir millətdir ya yox, siz deyirsiniz, Azərbaycan hüquqi məsələdir. Çün Birləşmiş Millətlərdə, nə bilim, nümayəndəsi yoxdur, bəs millət deyil. Bu da əcaib bir sözlərdən biridir. Biz dövlət millətdən birinci danışmırıq. Bir millət, dövlət millət ola bilmək üçün əvvəl millət olmalıdır. Millət olandan sonra öz dövlətini yaratmalıdır. Öz dövlətini yaradandan sonra millət dövlət məqamına çatmalıdır. İndi söhbət bundan getmir ki, Birləşmiş Millətlərdə Güney Azərbaycan vardı, yoxdur, olmasın. Bu nəyi dəyişər, nə fərq eləyər ki? İndi Kürt milləti Birləşmiş Millətlərdə nümayəndəsi var. Amma həm Kürt milləti özünü millət bilir, həm dünya bu gün onu millət tanır, ya bir dənə xalq kimi tanır. Xülasə o da o cür. Ondan sonra əsas məsələ budur ki, Güntay bəyin danışıqlarında hər nə ki istisnasız Azərbaycanla bir kiçik əlaqəsi var. Güntay bəy onu ən belə mənfi şəkildə tərsim edir. İstisnasız hər nə.
bir dənə o Rəsulzadəni çıxın, görsətdiyim kimi onu da hətta düz demir. Ondan sonra hər kimdə ki bu Azərbaycandan düşmən daha onu da bicralıqla gətirib tərif edir. Hətta bir dənə şahı, Pəhləvi rejimini, hətta İranı. Yəni məsələn nə bilim bu sözlər ki biz getdik məsələn türkmənləri qətlam elədik. Baba biz eləmədik. Onu Fars rasizminin nümayəndəsi Xəlxali elədi. O Xəlxali Azərbaycanda çox adam öldürdü ya Türkmənistanda? Bu özü çox mühüm bir sualdır. Əgər fəqət gedib Türkmənistanda ya Kürdistanda ya Farsistanda qətlam eləmiş olsa, onda haqsızlandır. Bu Azərbaycanın özündə məyə az qətlam elədi. Bu öz oğlunu edam elətdirdi. Bəs bu bizdən deyil. Bu Fars şovinizminin nümayəndəsidir. Dil məsələsinə gələndə ki, Azərbaycan dili adında bir şey yoxdur. Çünki İngilis dili hər yerdə İngilis dilidir ya ərəb dili. Güntay bəy, bunu biz çox danışmışıq. Mən bir daha xahiş edirəm ki, mənim bu argumentimə diqqət verin. Yox, Güntay bəy buradadır. O da budur ki, əgər İngilis dilinin vahid bir mərkəziyyəti, vahid bir ədəbi dili olmasaydı və ya ərəbin, ərəb fərq eləməz, indi Afrikanın şimalından tutmuş ta nə bilim bu Asiyanın cənubunda yaşayan ərəblərin hərəsinin öz ləhcəsi var. Amma hamısının vahid bir dənə yazılı dili var. Vahid bir dənə dil qaydası var. Yəni bütün ərəb dilli millətlərin istisnasız hamısının gətirsən o çıxan qazeti, yəni o şimalda çıxan qazeti gətirəsən ən cənubdakı ərəb ölkəsinə versən, o onu 100% başa düşəcək. Ancaq türk dillərində belə bir mərkəziyyət yoxdur. Ən yaxın olan bizə türkmənlərdir. Türkmənləri belə biz başa düşə bilmirik onların yazısını. Ona görə də türk dili o zaman deyə bilərdik ki, vahid bir dənə türk dili olmuş olsun, bu türklər bir-birlərini başa düşmüş olsunlar, yazıları bir olmuş olsun, danışıqları bir olmuş olsun və bu da əməldə yoxdur. Bu ki, indi Pişəvərini ki, deyir ki, Pişəvər üçün Qəzvin orada yox idi, Zəncan orada yox idi. Güntay bəy, bir dənə sual soruşuram. Qəzvin, Zəncan, Həmədan bu türklüğündə şübhə yox. Amma bu Qəzvin, Həmədan, Zəncan hara türküdür? Hansı türkçədə danışır? Bu çox mühümdür. Bu təyin edicidir ki, bu Qəzvin, Zəncan hansı türkçədə danışır? Azərbaycanın türkçəsicə, ya Uyğur türkçəsicə, ya İstanbul türkçəsicə. Əgər bu Azərbaycan türkçəsicə danışır, əgər Azərbaycan musiqisi Azərbaycan musiqisidir, dili Azərbaycan türkçəsidir, hər nəyi Azərbaycandır, indi fərq eləməz ki, Tehran rejimi gətirib Qəzvini Azərbaycandan ayrı özünə bir ustan eləyibdir. Ya Zəncanın indi ayrı ustan olması onun o milli və etniki hüviyyətini dəyişməz. Bilirsiniz, ona görə də mühüm deyil, yəni bugün Avropa Birliyi yaranıb. Amma bu Avropa Birliyinin içərisində bir çoxlu Avropa ölkələrinin bir çoxu yoxdur. İndi siz deyə bilərsiniz, mən onu qəbul eləmirəm. Buna görə ki, əgər Avropa olsaydı, məsələn Montenegro ki, özü Avropanın göbəyindədir və o onun içərisində yoxdur. Necə ki, Həmədan Pişəvərinin hökumətinin içərisində yox idi. Pişəvəri Azərbaycan adında bir dövlət yaratdı. Azərbaycanlıların əli ilə və Azərbaycanı millətlik məqamından millət dövlətlik məqamına çatdırdı. Bu özü mühümdür. Yəni kim buna çatdırdı? İndi heç fərq eləməz ki, bu Azərbaycanın ki 100%-ni əhatə eləməmişdi ki, bunun içərisində nə bilim filan yox idi, bu yoxdur, o yoxdur. Bəs bu da olmasın, bunu da biz qəbul eləməyək. Qaldı ki, dostlar, bu Urmu gölü məsələsi, bu ona bənzər ki, Güntay bəy, deyirsiniz, Urmu gölü onsuz da quruyacaqdı 20 il sonra, 50 il sonra. Bu ona bənzər ki, mən gələm indi bıçağa soxan birini qardını, onu öldürəm, məni aparalar məhkəməyə, bu hakim məndən soruşan, onu niyə öldürdün? Deyəm, axı cənab hakim, bu onsuz da indi öləcəkdi da, bunun məsələn 50 yaşı var idi, bunun laf geci belə 40 ildən sonra, 50 ildən sonra onsuz da öləcəkdi. Bu ki, təbiət neyniyib, ondan işimiz yoxdur.
Yəni siz hətta o Farsın bu böyüklükdə cinayətini gətirib ora 150 dənəyə yaxın ora bənd səddi vurub daha. Hətta onu da istəsiz tövcih eləyəsiniz. Bu ki indi o 50 il sonra aradan gedəcək. Qoy 50 il sonra hamısı gedəndən sonra getsin. Amma bunun ona dəxli yoxdur. Bir şey də ki mən çox güldüm. O da bu idi ki Səməd Behrancini o portağal məsələsini mən yadıma gəlmirdi. Mən oxumamışdım. Deyirsiniz ki, Səməd Behranci yazır ki, portağalı verirdi o Azərbaycanlı o Dəbiristanda uşaqlara qabıqla yeyirdilər. Baş bu millət gör nə millətdir. Bu da əcaib sözdür. Kütəy bəy bunun günahı kimdədir? Yəni mən bu misalı vurmuşam deyə biri-birinə dedi ki, o acından ölən dədəvin filan eləyim. Deyə o da döndü dedi ki, axı ay qardaş, niyə insafsızlıq edirsən? Mənim dədəmin varı idi, yemədi, acından öldü. İndi əgər o portağalı tanımır, bu niyə tanımır? Çünki portağaldan xoşu gəlmirdi, qaçıbdı. Ya o Fars rejiminin günahı idi. Yəni siz hətta bunu da o Azərbaycan millətinin əleyhinə bir dənə bir sənət kimi istifadə edirsiniz. Bir də ki, yenə siz bunu təkrar edirsiniz. Mən xahiş edirəm bunu təkrar eləmək üçün bunu Mehran Baharicil, nə bilim, bir çoxları Yunus Şamili bəycilizə fəlsiz deməsəz yaxşıdır. O da budur ki, Azərbaycan sözünü Stalin çıxartdı, Rus çıxartdı. Bu ən qeyri-məntiqi sözdür Kütəy bəy. Bir daha deyirəm. Düz 2 gün sonra olacaq 96 il. 96 il bundan qabaq, Stalindən də illər qabaq Azərbaycan dövlətini Rəsulzadə yaratdı. Adı da Azərbaycan idi. Xumeyninin dili ilə desək, nə یک kələmə kəm, nə یک kələmə ziyad. Özü demişkən, bu işi ilə də gətirdi Azərbaycanı coğrafi bir dənə hüviyyətdən çıxardı, apardı bir dənə milli hüviyyət buna bağışladı. Öz sözüdür. Bunu biz bir dəfə də yazışmışıq. O danışığında da ki vardı, Amerika Səsi radiosu ilə 1950-lərdə bunu da orada təkid edir. Bəs Azərbaycanın siyasi mənasını siz xahiş edirəm ki, Stalinizmə, Bolşevizmə və Ruslara verməyin. Çünki Ruslar da bu adla düşmən idilər. İranlılar da bundan düşmən idilər. Qabaqdan dediyim kimi İranlılar deyir, sənin adın Türkdür. Yazışmalar ki var, bu Qacar dövləti ilə yazışmayıb ki. Mən deyəndə Fars rasizmi, Fars rasizminin teorisyenləri ilə yazışdığı bu bəhsilərdir. Bunların da hamısı vardı. İran qəzetində bu vardı ki, buna deyirlər, sən Azərbaycan sözünü götür. Kəsrəvi deyir, Kəsrəvi özü də deyir. O birilər də deyirlər. Kəsrəvi deyir, şuma namə Azərbaycan ra az ruy xud bərdarید, hər köməki ki xaşdid, bəradaranə در حق şuma xahim کرد. Hər nə kömək istəsəz sizə eləyəcək. Bir dənə şərt qoyur, Fars rasizmi. Azərbaycan adını götür, onun yerinə qoy Türk. Və bu özü əcaib sözlərdəndir. Yenə də mənim sualım cavabsız qaldı. Mən deyirəm, Azərbaycan niyə millət ola bilmir? Azərbaycanın özünə xas dili var, özünə xas ədəbiyyatı var, özünə xas musiqisi var, özünə xas coğrafiyası var, özünə xas tarixi var. Bunlar ki deyirəm, bu türklə fərq edir, Mən deyəndə Azərbaycan musiqisi, bu o biri türklərin musiqisi ilə fərq edir. Yəni, bunun Uyğur musiqisi ilə fərq edir. Ya deyəndə Azərbaycan coğrafiyası, bu Türkmənistan coğrafiyası ilə fərq edir. Ya Azərbaycan tarixi, bu o biri tarixlə, bu özünə xas demək, hər nə lazımdırsa var. Hətta cümhuriyyəti var. Hətta bir dənə özünə dövləti var. Yəni, millət olmaq üçün əgər 10 dənə şərt vardısa, Azərbaycanın 100 dənə varıdır. Buna baxmayaraq, Azərbaycan ədəbiyyatından Vaqif, Yolatay bəy, bir dənə nümunədə Vaqif, məsələ. Çox gətirə bilirəm. Bunları dəlillərlə. Mən xahiş edirəm, siz məntiqi insansız. Ona görə də bu məntiqi gərək ayaq altına qoymayasınız. Çox gətirmək olar. Yüzlər gətirmək olar. Bu Səfəvi dövründən bu yana zəngin ədəbiyyat dayanıbdır. Ona görə də hərə bir söz deyirdi. Azərbaycan hələ də həman bir sözü deyir. Siz gedin Azərbaycanın qərb hissəsinə,
Güney Azərbaycanın ha. Orada %100 insanlardan soruşun, Kürdlərin qabağında Güntay bəy nə demişik özümüzə? Osmanlıların qabağında, Kürdlərin qabağında, ərəblərin qabağında biz özümüzdən nə demişik? Demişik əcəm. İndi nə deyək? Çünki bizim dədə-babalarımız əcəm deyib, böyün əcəm olaq. Yox. Ermənilərin qabağında özümüzə demişik müsəlman. Farsların da qabağında demişik türk. O birilər də bizə deyiblər tatar. 1000 dənə bunların hamısını qoyaq qırağa. Çünki indi tarixdə sən hər nə istəsən tapa bilərsən. O biri də deyir Oğuz, o biri də deyir türkmən. Bunların hamısı düzdür ha. Yəni o əcəmdən sonra, o tatardan sonra hamısı düzdür. Bizə türkmən desələr bir mənada düzdür. Çünki bizim o dilimizin əsas hissəsi. Türkmən bizi türk eləməyib ha. Türkmən gəlmədən qabaq Azərbaycanda türk dili var idi. Ancaq türkmən gələndən sonra, daha doğrusu Oğuz gələndən sonra bizim dilimiz zənginləşib, gözəlləşib və möhkəm bir dənə türk dillərinin ən gözəlinə çevrilib və dil də birinci şərtlərdən biridir millət olmağa. Ancaq nə tək coğrafiya ilə millət yaratmaq olar, nə təkcə dillə millət yaratmaq olar, ya ədəbiyyatla, ya musiqi ilə millət yaratmaq olmaz. Amma sənin həm özü və xas dilin olsa, özü və xas ədəbiyyatın olsa, özü və xas coğrafiyan olsa, tarixin olsa, adət-ənənən olsa, dövlətin olsa, dövlətçiliyin olsa və özü və xas adın olsa və səni dünya millətləri səni Azərbaycan milləti kimi tanımış olsa, Birləşmiş Millətləri səni rəsmiyyətə tanımış olsa, o zaman sən bir millətsən. İstəsən də millətsən, istəməsən də millətsən. Baxmayaraq ki, Azərbaycanlıların 99% bunu istəyirlər. Sən bütün gücünü qoyubsan buna ki, sabit eləyəsən, Azərbaycan adında bir şey yoxdur. Baxmayaraq ki, milyard dənə sənət vardır ki, Azərbaycan vardır, olubdur. Özdə fəqət coğrafiya deyil, bəlkə hər sahədə sən baxsan Azərbaycan olubdur, azından Səfəvi dövründən bu yana. Və Səfəvi ilə də sənin düşmənçəliyin elə buna görədir. Niyə? Çünki Səfəvi dövründə başlandı bir dənə Azərbaycan ədəbiyyatı, Azərbaycan hüviyyəti başlandı, binövrəsi quruldu. Baxmayaraq ondan qabaq da başlanmışdı ha. Həsənoğlular və ya yəni bir çoxları bizim şairlərimiz, Nəsimilər nələr, bunlar çox qabaq olublar Səfəvidən. Bəli, Səfəvi dövründə bu başlandı, möhkəmləndi və gəldi 1918-də düz 96 il bundan qabaq Məhəmməd Əmin bəy Rəsulzadənin əli ilə bu dünya miqyasında da rəsmiyyətə tanıdı, bir dənə dövlət kimi rəsmiyyətə tanıdı, bir dənə cümhuriyyət yarandı. Bu cümhuriyyətdə bu günə kimi davam. Bizim tüklüğümüzü danmaq olmaz, çünki bu göydə olan günəş kimin həqiqətdir. Yəni türklük bir hüviyyətdir ki, bunu bizə nə kimsə verə bilər, nə də ala bilər. Biz türklüğümüzü birinci növbədə ana dilimizdə yaşadırıq. Bizim öz kələmələrimizin hər tək-təki bizim türk olduğumuza bir dənə sənətdir. Bunun da sayı 10 minlər, 100 minlər buna bəs demək sənət vardır. Bəs bu cür olan yerdə biz oturmayaq bu bəhsi bıçaq qoyaq qırağa ki, biz türkük də yox. Düşmən də qəbul edir biz türkük, dost da qəbul edir biz türkük, tarix də qəbul edib biz türkük, elmi də qəbul edib türkük, siyasət də qəbul edib ki, biz türkük. Sizin dediyiniz budur, əgər olsaydı, ya məsələn danışanda ha bilməz, əgər bu yəni qacar belə olsaydını qoya tarixdə olsaydından danışmazlar ki, vaxtı tarixdən danışılır. Olsaydı, olmasaydı məsələsi də bu olubdu. Olubdu və bu gün də vardı və bunu da dəyişmək olmaz. İndi qacar nə idi, xalxalı hansı cinayəti elədi, ya neynədi, bu heç nəyi dəyişməz. Ya Səfəvi pis idi, yaxşı idi. Həqiqət budur ki, Azərbaycan adında bir millət yaranıbdır. Bu Azərbaycan milləti müsəlman millətdir. Bunu heç kim bunun əlindən nə ala bilər, nə verə bilər. Bu Azərbaycan milləti türk millətidir. Bunu bundan nə almaq olar, nə vermək olar. Bu Azərbaycan millətinin tarixinin bir mühüm hissəsi İran tarixidir. Bunu nə danmaq olar, nə gizlətmək olar. Yəni bunlar bir seri həqiqətlərdirlər. Bunu Yunus bəy Şamiliyə dedim, indi sizə deyirəm. Əgər siz olsanız Birləşmiş Millətlər Təşkilatında bir sekreter, mən də durub burada məsələn 15 nəfər yığıb özümlə gətirsəm sizin yanınıza, desəm məsələn cənab sekreter ki burada işləsiniz, lütfən Güney Azərbaycanın adını
aparın millətlərin listinə yazın. O sekreterin, orada olan o Birləşmiş Millətlərin məmurunun haqqı var ki, mənə desin, qardaş, sən ged əvvəl dövlətini yarat, ondan sonra gəl, mən sənin adını burada yazım. Onun haqqı var. Amma sizin haqqınız yoxdur mənə deyəsiniz, sən millətdəysən. Ged əvvəl dövlətini yarat. Siz desəz, mən deyərəm, mən dövlətimi yaratmışam. 96 ildən bəri Şimali Azərbaycanda, 1945-də də Cənubi Azərbaycanda. Və bu Cənubi Azərbaycanda ki, bu dövlət yıxılan, bu da yenə heç nəyə dəyişməz. Mən bir dəfə milləti yaratsam, mən millət dövlətlik məqamına çatdım. Bir kərə yüksələn bayraq bir daha enməz. Yəni, bu Ulu Rəsulzadənin sözüdür. Bu bayraq pişəvərinin əli ilə qaldırılıbdır. Bu ki, Həmədanı ala bilməyib, o heç nəyə dəyişməz. Urmiyanı alıb, Maçını alıb, Salması alıb, Təbrizi alıb, nə bilim, Miyananı alıb, Mərağanı alıb, nəyi alıb, indi onu alıb. Bu heç nəyə dəyişməz. Həqiqət budur ki, Azərbaycanı şimalda dediyim kimi 96 ildən bəri arası kəsilməz, bu çox mühümdür. Hətta o Sovetin qaranlıq illərində də Azərbaycan Respublikası yerində oldu. Azərbaycanın türkçəsi o dövlətin rəsmi dili oldu. Məktəbində, mədrəsəsində, universitetəsində, radiosunda, televizyonunda, qazetində, jurnalında, hər yerində rəsmi bir dənə dil kimi tədris oldu və dünya da onu Azərbaycan dövləti kimi, respublikası kimi tanıdı və bu gün də tanıyır. Xülasə, sizin istədiyiniz budur ki, biz bu Azərbaycanı qoyaq qırağa, gələk deyək türk milləti. Mən bir daha deyirəm, türk siyasi mənada, abstrakt mənalı bir dənə bir yük daşıyır. Çünki mən burada desəm türkəm, özüm öz əlimdən gətirirəm, öz işimi elə mürəkkəbləşdirirəm ki, hamını gicəldərəm. Mən əgər bugün durub Berlində cəmaətə desəm mən türkəm və ya siz durub Finlandiyada cəmaətə desəz siz türksüz, onda onlar nə başa düşərlər? Nə fəqət küçə bazar millətində, ha? Gedib, orada bir dənə universitetdə bu sözü desəz. Orada, indi burada da, Berlində də var. Burada Azərbaycan şünaslıq indi açılıb, tədris olunur. Burada Humboldt Universitetdə Azərbaycan, indi orada məndən soruşanda, yəni oldu da, mən getmişdim orada, yəni Humboldt Universitetəyə, orada, nə mənədir, bu profesor, prezidentliyə kandid oldu, ha bizim tarixçimiz, Cəmil bəy Həsənli. Nəysə, o da orada danışırdı, mən də getmişdim ora, yəni biri gətirmişdi orada bir qız uşağı vardı, bir qız uşaq deyil, əlbəttə bir tələbə gətirmişdi orada, o doktora tezini deyirdi. Bu dostumuz, profesor orada danışanda deyirdi, bir türk. Hamı o tələbələr, o studentlər orada gicəlmişdilər. Cəmil bəy Həsənli, hə. Hamısı gicəlmişdilər, inanın, şübhə eləməyə gerək yoxdur. Hamısı gicəlmişdi, qalmışdı ki, nə deyirsiniz? Çünki mən də oradaydım, mən Almanca bilirdim. Hər tərəfdən, aha, baba niyə dedi türk? Mən nə qədər istəyirəm bunlara başa salam, amma heç kəs başa düşmür. Sən niyə deyirsən türksən bizi burada? Əgər hətta düz deyirsən. Amma sən niyə demirsən ki, Azərbaycanlı tam məni gicətməyəsən? Yəni, orada bir problem yaradır. İndi bir tarixi fürsət düşüb. Bilirsiniz, mən üzr istəyirəm, sözüm biraz uzun olur. Bizim faciəmiz bu olubdur ki, heç zaman qoymayıblar bizim öz hüviyyətimiz yaransın, yerinə düşsün. Hər zaman istəyib yaransın, o fars rasizmi gəlib deyib, sizin elə hüviyyətiniz, ana hüviyyətiniz, əsas hüviyyətiniz İranlıdır, o birilər mühümdə. Siz İranlısınız, biz də qəbul eləmişik, İranlıyıq, Azərbaycan hüviyyətini küçük qoymuşuq qırağa. Elə ki, başa düşmüşük İran hüviyyəti ilə bizim varlığımızı aradan aparıb fars rasizmi, bu yandan dincilər gəlib. İranı da qoy qırağa, onu da qoy qırağa. Biz hamımız sənin hüviyyətin müsəlmansan. Bir müddətdə olmuşuq, müsəlman düşmüşük Xomeyninin dalıca 10 minlərlə şəhid vermişik o cibhələrdə. Minlərlə, 10 minlərlə qurban vermişik, zindanlarda eydam vermişik. Bunların sayəsində, yəni bunların kötəyini yemişik. O da gəlib Azərbaycanı götürüb yerinə biri dediyim kimi İran qoyub, o biri İslam qoyub. O yandan sonra məsələn bir dənə marksizm gəlib deyib, bunlar hamısı söhbətdirlər, biz hamımız insanıq, biz gərək birləşək, beynəlxalq bir dənə internasional bir dənə hüviyyətimiz olsun, internasionalist olmuşuq. Hər kim ki gəlib, bizim Azərbaycan hüviyyətimizi götürüb onun yerinə başqa bir şey qoyub. İndi də siz
Yəni siz düşüncədə olanlar gəlibsə, deyirsə Azərbaycanı götürün, onun yerinə qoyun türk. Bir də şimaldan ayırmaq olmaz. Bizi şimalla birləşdirən bizim dilimizdir, bizim ədəbiyyatımızdır, bizim musiqimizdir. Çünki bizlə şimalın arasında heç bir zərrə qədər də fərqimiz yoxdur. Heç fərqimiz yoxdur. Yəni bu hüviyyətlər baxımından, dil, musiqi, ədəbiyyat, bizim aramızda nə din fərqi var, nə məzhəb fərqi var, nə musiqi fərqi var, nə coğrafiya fərqi var. Heç fərqimiz yoxdur. Bəs biz vahid bir millətik. Axı bizim də öz əlimizdə deyil ki, yox, o yaradıb, özünə bir millətdir, sən bir millətdərsən. Hətta əgər Azərbaycan milləti bir dənə cümhuriyyət yaradıbsa, bəs cümhuriyyət yaradıbdır. İndi bunun bir hissəsi cümhuriyyətin daxilində deyil. Axı bu heç nəyi dəyişməz axı. Azərbaycanın bir böyük hissəsi də Türkiyədədir, Türkiyə torpaqlarındadır. Baxmayaraq ki, Türkiyədən hamısı Osmanlılaşdılar, necə deyim, Türkiyələşdilər, getdilər. Yəni orada bir 5 milyon Azərbaycan türkü var idi. Bugün bəlkə heç orada indi bir yarım milyonda qalmayıb. Gələn 20-25 ilin içərisində heç 50 minlə qalmayacaq, o 100%. Bu da ki, dediniz, dillər aradan gedəcəkdir. Dillərin yarısından çoxu aradan gedəcəkdir. Bunda heç bir şəkki şübhə yoxdur. Amma Azərbaycan türkçəsi aradan gedəcək ya yox, Azərbaycan türkçəsi orada olan bir 50 minin, 100 minlik bir millət deyil ki, özünüz dediniz ki, 12-13 milyon. O yanda da bir 9 milyon da o yanda var. Yəni bir minimum bir 25 milyon biz bir dənə millətik. Hələ Türkiyə qalsın qıraqda, hamısı qalsın qıraqda. Minimum o taylı bu taylı biz 25-30 milyon bir millətik. Bu bizim öz əlimizdədir. Əgər sizin kimi biz düşmənçəlik eləsək dilimizlə, bu dilimiz %100 aradan gedəcəkdir. Amma dilimizə sahib çıxsaq, ədəbiyyatımıza sahib çıxsaq, milli hüviyyətimizə sahib çıxsaq, bu dil nə təkcə aradan getməyəcək. Əlbəttə, Qaşqaylar 100% aradan gedəcək. Belə ən ideal şəkildə də o İranda olan Qaşqay türkləri var. Ən ideal şəkildə, yəni belə 100% də onlara imkan verilsə, onlar gələn 100 ildən sonra aradan gedəcəkdir. Amma biz qoymayacaq Azərbaycan dili aradan getsin. Çünki bizim dövlətimiz var, çünki bizim tariximiz var, bizim ədəbiyyatımız var, bizim hər nə lazımsa bizim varımızdır. Siz bilirsiniz, bax, Azərbaycan dövləti bugün dünyada ən sekular dövlət Azərbaycan dövlətidir. Müsəlman məmləkətlərin içərisində ən sekular dövlət Azərbaycan dövlətidir. Ən modern dövlət Azərbaycan dövlətidir. İqtisadi sahədən ən sürətlə inkişaf edən Azərbaycan iqtisadıdır, Azərbaycan dövlətidir. Və ya siyasi sahədə dünyanın müsəlman məmləkətlərinin içərisində heç bir məmləkət yoxdur. Azərbaycan Respublikasından daha artıq demokratik olmuş olsun. Biz bu sahədə baxmayaraq ki, dünyada birinci yerdə gedirik. Siz bunların hamısını, yəni bütövlükdə bunların mənfi, mırdar, pis təqdim edirsiniz. İran ki, dünyanın ən mırdar, ən gerici, ən rasist, ən vəhşətnac, ən necə deyim, bir dənə dinçi, bir dənə sistemdir. Başlasınız onlardan tərif eləməyə, onların da cinayətlərini hamısını qoyursunuz Azərbaycanın ruhuna. Bunu mən fikir edirəm, buna görədir ki, siz Azərbaycana qarşı bir dənə əcib həssasiyyət yaranıb sizdə və fikr edirsiniz ki, düzgün türkçü ola bilmək üçün anti-Azərbaycançı olmaq lazımdır. Halbuki Azərbaycan 99% bunun əksini deyir. Deyir, düzgün türkçü ola bilmək üçün Azərbaycanlı, hər hansı Azərbaycanlı istəyirsə düzgün türkçü ola bilsin, o birinci növbədə Azərbaycanı sevməlidir. Azərbaycanı qorumalıdır. Mənim vəzifəm bu deyil, mən duram gedən Uyğur türklərini qoruyam. Mənim vəzifəm budur ki, birinci növbədə öz Azərbaycanımı qoruyam. Azərbaycan da türk olduğu üçün mən türkün Azərbaycan hissəsini qoruyaram, Uyğur hissəsini qoruyar, Qırğız hissəsini qoruyar. Sonra da zaman gələr, bunlar nə bilim, əl-ələ verərlər, Avropa Birliyi kimi bir dənə sistem yaradarlar və müvəffəq olarlar. Amma bu ki, siz başlayıbsınız ki, Azərbaycanın yəni bir dənə adını ki, dana bilmirsiniz, o birilərin hamısını danırsınız. Amma adını da ki, danmaq olmur. Bir dənə qaldı adını da deyirsiniz, dəyişəcək. Heç insaf deyir, sizin kimi, bizim kimi insanlar da biz də duraq, bugünkü bir mərhələdə gücümüzü qoyaq Azərbaycanı məhv eləməkdə. Azərbaycan adını, Azərbaycan hüviyyətini məhv eləməkdə.
Bu başa düşülməzdir, bu məntiqsizdir və sizin kitablarınızı da oxuyanlar da olmuş olsa, o zaman əfsus deyəcəklər, təəssüf eləyəcəklər ki, Güntay və Cavanşir o günkü zamanda niyə gücünü, enerjisini Azərbaycanla düşmənçəliyə qoydu? Azərbaycanı məhv eləmək yolunda işlətdi. Bunun çiçəklənməsinin yolunda işlətmədi. Bunu köməklik eləmədi. Nə təkəsiz ha? Ümumiyyətlə, yəni bizim onsuz da bu sahədə bizim böyük problemlərimiz var Güney Azərbaycanda. Azərbaycan həqiqətdir. Azərbaycanı heç bir dövlət, heç bir imperator və heç bir din və heç bir hakim bizə bu statusu verməyibdir. Tanrı, tarix, təbiət bizi gətirib bir məqama çatdırıbdır. İndi bunu biz çalışsaq, sünni şəkildə aradan aparaq, tarix bizi bağışlamayacaqdır.